Ben baxıram, qaçıram, duyuram və s. Qəti şəkildə bunları sən filolog deyilsən. Sən filolog filləri öyrənmir, filolog dilçi demək. Sən qəti şəkildə bunları filolog kimi o gic-gic söhbətlərə getmədi. Duyğu bildirən feillər, taxtabaşlıq bildirən, yox da elə şey. Hərəkət ya var ya yoxdur. Hər hamısı hərəkətli, yeyirəm, içirəm, gedirəm, gəlirəm, çəkirəm, baxıram, qaçıram. Bir dənə də qeyri hərəkət var, o da nədir? Oluram. O da hərəkətdir. Prosta fiziki olaraq görmürük də onu. Düzdür, düşünürəm də görmürük. Amma beyin bir proses eləyir də, başa düşürsən, düşünür. İndi, əgər cümlədə bildiyin bütün feillər var, heç biri yoxdursa, ölsən də to be var orada. I am, you are, he is, she is, I am, you are, he is, she is. Niyə bilirsən? Niyə? Çünki feilsiz cümlə olmur. Feilsiz cümlə ola bilməz axı. İndi bir nəfər taxtabaş taxılacaq, deyəcək ki, Azərbaycan dilində adlıq cümlə var, burada feil yox, o cümlə deyil. Böyle düşünsən. Və Azərbaycan dilində bir dənə şey var, bunu Rusun dövründə bizim kitablara soğuşdurublar. Mən müəlliməmdəki əm şəxs şəkilçisi deyil, olmaq feilinin təsnifatıdır. Taxtabaşlar onlara yazıblar, şəxs şəkil şeydir, şəxs sonluğu, deyil şəxs sonluğu. Okay? Olmaq feilinin təsnifatıdır. Prosto tərslikdən bizim dilimizdə adi feillərin sonuna da qoyuruq onu. Gedir əm, mən müəlliməm. Bu, Azərbaycanda mən müəlliməm cümləsindəki mənəm olmaq feilinin təsnifatıdır. Niyə? Məslərə qaytar. Qaytar məslərə. Mən müəlliməm məsləri nədir? Müəllim olmaq. Düzdür? Biz şeydir, şəxs sonluğuydu. Bu, dünyanın bütün dillərində belədir. Və dilimizin qrammatikasını, dünya dillərinin qrammatikası, qrammatik ənənələri ilə məsləhətləşmədən elədiklərinə görə o halbuki olmalıdır. Bu dildir. Sən kimdən artıqsan, kimdən ağıllısan ki? Dünyada indiyə qədər 7000-lisindən dil olub, indi hələ 4000-dən çox dil var. Kimdən ağıllısan da, kimdən fərqlisən? Düzdür, tamam, türk dilinin, yəni bizim dilimizin ortalama